Xəbərin brendi, günün trendi efirdədir. Kiberpolis sosial şəbəkələrdə müalicəyə ehtiyacı olan uşaqların şəkillərini paylaşaraq dələduzluq edən şəxsi ifşa edib. Son aylar sosial şəbəkələrdə körpələrə yardım, fiziki qüsurlu uşaqlara iyanə, təcili əməliyyat üçün pul lazım kimi çağırışlara rast gəlinilir. Amma təəssüflə qeyd olunmalıdır ki, əksər hallarda həmin paylaşımlar insanların hisslərini manipulyasiya edərək dələduzluq yolu ilə pul qazanmağa hesablanır. Kiberpolisin növbəti tədbiri zamanı qeyd olunan analoji əməlləri törətməkdə şübhəli bilinən 30 yaşlı Rəsul Həsənov saxlanılıb. O, xəstə, müalicəyə ehtiyacı olan körpələrin foto və video görüntülərini Instagram sosial şəbəkəsində yaratdığı Zəhra balama yardım, körpə balama dəstək, Əli üçün yardım, Yusif serebral iflic və sair səhifələrdə paylaşaraq təcili yardım edilməzsə, körpələrin həyatı üçün təhlükə yarana biləcəyini qeyd edir. Rəsul Həsənov yardımların köçürülməsi üçün istifadəsində olan bank kartlarını da həmin paylaşımların üzərində yerləşdirib. Ağır xəstəliyi olan uşaqların görüntüləri, emosional musiqi və mətnlərdən təsirlənən vətəndaşlar isə qeyd edilən kartlara 1 manatdan 500 manata qədər, ümumilikdə isə 200 min manata yaxın pul vəsaiti köçürüblər. Saxlanılan şəxs həmin pulları nağdlaşdıraraq şəkillərini paylaşdığı uşaqların ailələrinə yox, öz şəxsi ehtiyaclarına xərcləyib. Rəsul Həsənovdan iş üzrə əhəmiyyət kəsb edən məlumat və elektron sübutlar aşkar olunaraq götürülüb. Instagram sosial şəbəkəsində şəkillər, video paylaşmışam və o videolarda öz kartını paylaşmışam ki, güya uşaqlara kömək eləsinlər, amma mənim kartıma pullar gəlib, bu yolla dələduzluq eləmişəm. Ümumi məbləğ 200 min manat pul gəlib. Faktlarla bağlı araşdırmalar davam etdirilir. Vətəndaşlara tövsiyə edilir ki, sosial şəbəkələrdə yardım adı altında yerləşdirilən bu tipli məlumatlarla qarşılaşan zaman bir qədər diqqətli olsunlar. Həmçinin sosial şəbəkə istifadəçilərini dəqiqləşdirilməmiş məlumatlara inanaraq pul köçürmə əməliyyatlarından çəkinməyə çağırırıq. Yardımda polisin saxladığı İranlı narkotacirlərdən 30 kiloqram marixuana aşkarlanıb. Xətai rayon polis idarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində rayon ərazisində pirotexniki vasitələrin satışını təşkil edən 38 yaşlı şəxs saxlanılıb. Ondan 480 qutu səs və 290 ədəd işıq effekti yaradan pirotexniki vasitələr aşkar edilib. Həmin şəxs barəsində protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib. Müasir düşüncəli və yüksək intellektli gənclərin müəyyənləşdirilməsi, onların ixtisas seçimində Daxili İşlər Nazirliyinin Polis Akademiyasına üstünlük verməsinin təmin edilməsi məqsədi ilə polis əməkdaşları tərəfindən təbliğat və təşviqat işləri aparılır. Bu istiqamətdə Sumqayıt şəhəri Heydər Əliyev mərkəzində gənclərin Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviq edilməsi mövzusunda orta təhsil müəssisələrinin 9, 10 və 11-ci sinif şagirdlərinin iştirakı ilə tədbir keçirilib. Tədbirdə Sumqayıt şəhər polis idarəsinin rəisi polis polkovniki Fəqan Azadəliyev, hazırda Polis Akademiyasında təhsil alan Sumqayıt şəhər orta məktəblərinin məzunları və gənc polis zabitləri iştirak ediblər. Görüşdə çıxış edən şəxslər şagirdlərə hüquqşünaslıq və informasiya təhlükəsizliyi ixtisasları üzrə qəbul qaydaları, Polis Akademiyasının virtual akademiya platforması, ödənişsiz təhsil resursları, geyim və yataqxana ilə təminat, polis xüsusi rütbəsi və hərbi mükəlləfiyyətli hesab edilməklə hərbi rütbənin verilməsi, təhsil müddətinin iş stajına daxil edilməsi və yüksək təqaüd imkanları barədə geniş məlumat verilib.
Müasir dövrün inqilabi yeniliklərindən olan süni intellekt artıq e-polis mobil tətbiqinə inteqrasiya edilib. Bundan sonra vətəndaşlar onları maraqlandıran məsələlər barədə ünvanladıqları suallara süni intellekt vasitəsilə operativ şəkildə cavab ala biləcəklər. Bununla da Daxili İşlər Nazirliyi tərəfindən elektron xidmətlər sahəsində əsası qoyulan yeni dövrün üstünlüklərinin birlikdə şahidi olacağıq. Yeni chatbot funksionallığı ilkin olaraq sınaq məqsədi ilə e-polis platformasında və e-xidmət Miaqovaz elektron xidmətlər portalında istifadəyə verilib. Yəni, vətəndaşlar müxtəlif xidmətlər haqda tez-tez ünvanlanan suallara süni intellektin köməkliyi ilə dərhal cavab ala biləcəklər. Xidmətlərin izahı, müraciət qaydaları, tələb olunan sənədlər, istifadə prosesinə dair məlumatlar və digər ümumi suallar chatbotun cavab bazasına daxildir. Bu isə istifadəçilərin əlavə izahat axtarışına ehtiyac duymadan məlumatla təmin edilməsinə və müraciət prosesinin daha anlaşıqlı olmasına şərait yaradır. Sınaq dövründə əldə olunan nəticələr chatbotun funksiyalarının genişləndirilməsi üçün baza rolunu oynayacaq. Toplanacaq rəy və müşahidələr əsasında gələcək mərhələlərdə daha ağıllı cavablandırma mexanizmlərinin əlavə olunması, səsli müraciət imkanları və ehtiyaclardan asılı olaraq xidmətin yönləndirilməsi funksiyasının inkişaf etdirilməsi nəzərdə tutulur. Beləliklə, bu yeniliyin tətbiqi vətəndaşların elektron xidmətlərə daha sürətli, rahat və fasiləsiz çıxışını təmin edəcək, əlavə vaxt itkisinin qarşısını alacaq və məlumat əldə etmə prosesini sadələşdirməklə vətəndaş məmnunluğunun daha da yüksəldilməsinə effektiv təsir göstərəcək. E-polis daim təkmilləşən və müasir tələblərə cavab verən xidmətlərimizdən faydalanmağa tələsin. Füzuli rayonu Balabəhmənli kəndində yollar bərbad vəziyyətdədir. Buna görə də həm böyüklər, həm də uşaqlar əziyyət çəkir. Qaynar xəttimizə göndərilən videonu izləyək. Sizdən artıq dərəcədə xahiş edirəm ki, mən evladımı aparıb gətirməkdə çox çətinlik çəkirəm. Buranın bütün hər yanı bizdə demək olar ki, asfaltdır. Prosto bu məhliyə bir dənə qırabı tökən yoxdur. Burada Füzuli rayonunun Balabəhmənli kəndi baxılmalıdır. Yollara baxılmır. Yollar pis, bərbad gündədir. Sizdən artıq dərəcədə xahiş edirəm ki, bunu işıqlandırasınız və gediş-gəlişim, evladıma 5 yaşı var. Gediş-gəlişimiz yəni heç bir mümkün deyirlər. Uşağı baxıb aparıb gətirməkdə çətinlik çəkirəm. Sizdən artıq dərəcədə xahiş edirəm, bunu işıqlandırasınız. Hörmətli tamaşaçılar, qaynar xəttimizi xatırlatmaq istəyirəm. 051 583 24 08. Sizi maraqlandıran və narahat edən məsələlərlə bağlı video çəkiliş eləyin, bizə göndərin. Həmin videonu biz günün trendində trend edəcəyik. Ötən gün axşam saatlarında paytaxtın Nəsimi rayonu Səməd Vurğun küçəsi ilə Molla Pənah Vaqif küçəsinin kəsişməsində avtomobil yanıb. Yanğının söndürülməsinə polis əməkdaşları tərəfindən ilkin müdaxilə edilib. Bununla yanaşı kəsişmədə yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təmin etmək və yanğın söndürənlərin hadisə yerinə maneəsiz və təhlükəsiz şəkildə yaxınlaşması üçün zəruri şərait yaradılıb. Azərbaycanlı məşhur tenor Yusif Eyvazov London Kral Balet və Opera evinin səhnəsində çıxış edib. Möhtəşəm bir heyət London səhnəsində Puccini'nin dünya şöhrətli Turandot operasını təqdim edib. Həm yerlimiz xalq artisti Yusif Eyvazov Kalaf obrazını, məşhur soprano Anna Netrebko isə Şahzadə Turandotu canlandırıb. Onu çatdırmaq istədim ki, bizim Azərbaycanın səsləri dünyada bu böyük möhtəşəm teatrlarda çıxış edir.
Mənim əzizlərim, tamaşa bitdi, çox gözəl keçdi, çox xoşbəxtəm və mən ümidlə yaşayıram ki, qısa müddətdə inşallah təmirdən sonra bizim də Bakımızın Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı öz qapısını tamaşaçılara açacaq. Və buna görə də mən çox minnətdaram. Hörmətli, möhtərəm cənab prezidentlər, hörmətli Mehriban xanıma ki, bizim bu layihəmizi dəstəkləyirlər, şəxsi nəzarətinə götürüblər və qısa müddətdə inşallah bizim də opera bax belə bir gözəl, təntənəli tamaşalar təqdim edəcək. Nigeriyada Peyğəmbər İremiya kimi tanınan məşhur vaiz Yeremiya Fufeyin 104 yaşlı anasını qızıl örtüklü tabutda dəfn edib. Mama Asetu kimi tanınan yaşlı qadın 2025-ci ilin may ayında vəfat edib. Dekabr ayında doğma Bayelsa əyalətinin Ələybiri qəsəbəsində son mənzilə yola salınıb. Dəbdəbəli dəfn mərasimi ölkədə və sosial mediada böyük ajiotaj doğurub. Adoration forevermore. Okay? That's right. Tez-tez xarici ölkələrdə gənclərin velosipedlə göstərdikləri trükların bənzərini Bakının Səbail rayonu Bayıl qəsəbəsində də ediblər. Görüntülərdən məlum olur ki, iki velosipedçi yaşayış olan yoxuşlu küçələrdə pilləkənlərlə hərəkət edirlər. Onların addımı bir çox velosiped və adrenalin həvəskarları tərəfindən rəğbətlə qarşılanıb. Bəzi şəxslər isə yaşayış sahəsində bu kimi trükların göstərilməsinin riskli olduğunu, belə hərəkətlər edərkən piyadaların evlərdən çıxa biləcək şəxslərin nəzərə alınmasını vacibliyini vurğulayıblar. Hörmətli tamaşaçılar, qaynar xəttimizi xatırlatmaq istəyirəm. 051 583 24 08. Sizi maraqlandıran və narahat edən məsələlərlə bağlı video çəkiliş eləyin. Bizə göndərin. Həmin videonu biz günün trendində trend edəcəyik. Braziliyanın Guaíba şəhərində müşahidə olunan güclü külək Birləşmiş Ştatlardakı məşhur Azadlıq heykəlinin surətini aşırıb. Meksikanın Mexico şəhər konqresinin iclası zamanı hakim Moreno partiyası ilə müxalif PAN partiyasının deputatları arasında dava düşüb. Azərbaycan Turizm və Menecment Universitetinin 4-cü kurs tələbəsi yaşadığı binanın 10-cu mərtəbəsindən yıxılıb. Hadisə Yasamal rayonu Şərifzadə küçəsindəki çoxmərtəbəli binada qeydə alınıb. Həmin binada kirayədə yaşadığı bildirilən 21 yaşlı Şirvan sakini Ağa Əhmədov hadisə yerində həyatını itirib. Moskvada yeniyetmə şagirdlərə bıçaqla hücum edərək bir neçəsini yaralayıb, bir nəfəri isə girov götürüb. Azad edilmiş ərazilərdə mina təhlükəsi ilə bağlı maarifləndirici video çarxı hazırlanıb. Sabah hansı növbədəsən? Axşam növbəsində. Mən də axşamdayam. Elə sabah bir yerdə gedərik. Aha, bu nədir? Bax burada, torpağın üstündə parıldayır. Maşın güzgüsünə oxşayır. Özdə təzədir. Götürüm, uşaqlara lazım olar. Dayan, görmürsən bura təhlükəli zonadır?
Sən də lap qorxaqsan. Bu qədər vaxt keçib burada mina qalar. Dayan deyirəm. Qorxma. Gəl baxaq da. Belə. Heç nə olmaz. Xəbərdarlıq nişanlarının tələblərinə əməl edin. Mina qurbanına çevrilməyin. Hindistanda 7 avtobus və 3 avtomobil toqquşub. Amerika Birləşmiş Ştatlarında pilot təyyarəni faciəli qəzadan son anda xilas etdi. Hörmətli tamaşaçılar, qaynar xəttimizi xatırlatmaq istəyirəm. 051 583 24 08. Sizi maraqlandıran və narahat edən məsələlərlə bağlı video çəkiliş eləyin. Bizə göndərin. Həmin videonu biz günün trendində trend edəcəyik. Xəbər ziyafətimiz yekunlaşdı. Yenidən görüşərik. Vədimizə sadiq olaq.